Öz gölümüzün balığı da. Hə, yenə gəlmişəm sizə Kanadada maraqlı mövzulardan birinə aydınlıq gətirməyə. Çox eşitmisiniz burada, hə? Hindistanlılar hər yeri tutub, biri işə düzəldi, hamısı arxasıca apardı. Nə bilim, doluşublar bütün iş yerlərinə, imkan vermirlər. Elə bil bu cümlələri deyərkən sanki narazıçılıq var. Hətta biraz qısqanclıq da hiss olunur. Gəl məsələnin bu biri tərəfinə baxaq. Onlar əslində bir-birinə dəstək olmağı bacarırlar. Əslində onlarda bir mədəniyyət var. Birlik olmaq mədəniyyəti. Əgər biri bir qapını açırsa, girirsə, digəri üçün o qapını bağlamır. Açıq saxlayır, tanıdığını, qohumunu, dostunu çağırır, öz həmyerlilərinə dəstək olur. İndi məsələnin o biri tərəfinə baxaq. Bəs biz necə eləyirik? Biz öz qohumlarımıza, öz tanışlarımıza, öz həmyerlilərimizə necə yanaşırıq? Onlar üçün hansı qapıları açırıq? Bəs biz eyni şəhərdə yaşaya-yaşaya niyə qruplara bölünürük? Niyə bir-birimizin uğuruna sevinmək əvəzinə uzaqlaşırıq? Dəstək olmaq əvəzinə rəqabət aparırıq. Ən pis tərəfi bilsiz nədir? Biz əslində ən böyük maneəni özümüz özümüzə yaradırıq. Xüsusilə qürbətdə insanın ən çox ehtiyac duyduğu şey dayaq, anlayış və güvəndir. Amma biz nə edirik? Əslində məsələ təşkilatların, qrupların olması deyil. Məsələ onların bir-birinə necə yanaşmasıdır. Problem oradadır ki, bu qruplar, bu təşkilatlar bir-birlərini tərəfdaş kimi deyil, rəqib kimi, düşmən kimi görürlər. Hamı daha çox fərqlənmək istəyir, daha yaxşısını eləmək istəyir, kim daha yaxşıdır deyə mübarizə aparır. Amma unuduruq ki, biz hamımız eyni hekayənin içindəyik. Hamımız burada daha yaxşı həyat qurmağa çalışırıq. Ya bu hekayəni parçalanmış şəkildə yaşayacağıq, ya da birlikdə yazacağıq. Çünki bölünən cəmiyyət zəifləyir, birləşən isə güclənir. Sizə sualım sadədir. Bəs biz nə vaxt bir-birimizin rəqibi yox, dayaq olacağıq? Sən nə bənzədir? Əncirə bənzədir. Hə, doğrudan. Bura bax. Deyəmə əncir suyudur.